Mən elə bir oğlan uşağı istəyirəm ki, xasiyyəti yaxşı olsun, tərbiyəli olsun, savadlı olsun, universitet tələbəsi olsun. Çünki Qubada böyük universitet var. Yalnız orada deməli səhiyyə üzrə yoxdur. Qalan hər bir fakültələr var. Sonrası da ki, mən nə istəyirəm? Qoç, əqrəb, bu bürclər olmasın, bu iki bürc. Bürc də mənim üçün vacibdir, çünki mən oğlaq bürcüyəm. Yaraşıqlı olsun, mənim əmoğlanlarım, mənim dayılarım, hamısı bu saat maraqdadır. Hamısı bu saat televizor qarşısında. Onun arzusundadırlar ki, mən istəyimə nail olum. Əmoğlanları hamısı 1.80 boyundadır. Mən də 1.75, 74 minimum boy istəyirəm. Demişəm, yaxınlarıma demişəm ki, biraz qocaldım, telefonu əlimdən alın. Bax, yaşlı qadınsan, bir qız uşağı istədə, neyvə lazımdır oğlan? Neyinirsən oğlanı? Muskulları olsun, idmançı olsun, 187 boyu olsun, gözləri alı olsun. Özü deyir ki, qohum əqrabam oturub gözləyir ki, mən necə bir oğlan seçəcəm. Yaşlı qadınsan, bax, ona görə deyirəm ki, qadınlar, özünüzə hörmət qoyun. Biz Azərbaycan xanımlarıyıq. Azından bizim o adımız var, Azərbaycan qadını, Azərbaycan xanımı. Bax, onu gözəl qorumalı, bacarmalıyıq. Kimsə bizdən nəyisə irad tutmasın, nəyisə deməsin bizə. Heç nə deməsin. Yaşlı qadınsan, Zahir Baxşaliyevdən kərpiç istə, qum istə, sement istə, taxta istə, pəncərə istə, qoyun istə, keçi istə. Sən oğlanı neynirsən? Bir qız istə də, elə belə aparıb evində saxlayacaqsansa, bir tikə çörək verəcəksənsə, ona paltar alacaqsansa, elə bir qız uşağını apar saxla da, neynirsən oğlanı? Sən özün nə gündəsən, hələ bir aparıb oğlan saxlayacaqsan yanında. Sən pensiyana dolanan bir adamsan. Eyibdir, Azərbaycan qadınları, Azərbaycan xanımları, bunu etməyin. Bu nə qədər, nə bilim, nöqtələr qoyum, yenə də deyəcəklər, Sara Səfradan şikayət edək. Elə ondan sonra bir qız uşağına, bir yetim qız uşağına apar çörək ver də. Neynirsən oğlanı? Gözləri göy olsun, idmançı olsun. Məndən bu qədər. Sara Səfra Bahadurdan.